Rus dili sözlüğündə 3 söz var, birbaşa kitapla bağlı. Bunların birincisi azbukadır. Azbuka Rusların alfavitdən əvvəlki əlifba sözünü andırırdı. Əlifba kimi tərcümə olunurdu. Ondan sonra gələn ikinci kitab bukvar idi. Çünki mənim yadımdadır, bizim kənddə həm Rus sektoru vardı, həm də Azərbaycan sektoru vardı. O Azərbaycan sektoru, Rus sektorunda oxuyan uşaqların kitablarının üstündə bukvar yazmışdı. Yəni əlifba kitabı. Bir də azbuka vardı. Və üçüncü ən çox işlənən kəlmə bukinistdir, buk sözündəndir. Və bu istər azbuka olsun, istər bukvar olsun, istər bukinist olsun. Bu kitabların, bu sözlərin üçünün də kökü Türkçəyə bağlıdır. Oja Süleymanovun kitabında bununla bağlı bir məqalə yayınlandı. Mən keçən səfər bundan əvvəlki videoda mən onu dedim. Amma orada videoları qısa çəkdiyimə görə çox uzada bilmirəm. Ona görə elə qısa kəsdim. İndi o azbuka sözü ilə bağlı az ön Türkçədə asdan gəlmə bir ifadədir. Bir deməkdir. Bitik sözü, dilimizdə bitik sözü var. Bitik sözü zamanla Rus dilində buka çevrilib. Çünki Rus dilində o dönemdə Pyotra qədər kitap basılmayıb. Pyotra qədər bütün yazışmalar letopis olarak keçirildi. Yəni illərin yazısı letopis iki sözdən ibarət mürəkkəb söz birləşməsi letopis. Let və pis iki sözün birləşməsindən illərin yazışması. Kitap çıxarılmadığına görə onlarda kitap sözü yox idi, kitap anlayışı yox idi. Hətta bunların o dedikləri İqor polku haqqında, İqor alayı haqqında dastan kitap kimi tərcümə olunmayıb. Yəni o kitap kimi qəbul etməyib. O slova o polku İqorovi. İqor alayı haqqında söz. Oradan buradan səhifə toplanıb tam kitap şəklinə çox sonradan salınıb bu. Rusların üstünlüyünü ispat etmək üçün güya bunların 9-cu əsrdə Kiyev Rus dövlətinin təməlini bunlar qoyub və bu barədə də dastanları var. Slova Apalkı İqorovi kitap sözü yoxdur. Kitap sözü Türkçədən keçmədir, bitik. Divan-ı Lüğət-i Türk, Mahmud Kaşqarinin Divan-ı Lüğət-i Türk veyahut da Türkçe sözlük kitabında bitik sözü kitap olarak keçir. Və dilimizdə bu bitik sözü indiyə qədər də işlənir. Firidun müəllimin 9 bitik kitabı 9 kitap anlamındadır. 9 ciltlik bir kitabı 7'si çap olunub eşitdiyimə görə, ikisi hələ çap olunmayıb. Maddi sıxıntılar üzündən. Demək, bitik sözü bizim ön Türkçədən gəlmədir və Ruslar bunu Türklərdən əxz eləyiblər. Az və bitik, az bitik birinci kitap. Və bugün bizdə əlifbanın yerinə Təhsil Nazirliyi bir qərar çıxarsa, desə ki, bugündən etibarən Azərbaycan məktəblərində əlifbanın yerinə az-bitik tədris olunsun. Az-bitik birinci kitab anlamındadır. Və bizim dilimizdən, bu bitikdən bütün dünyaya yayılır və bir çox xalqların dilində kitap book kimi anılır. Və hamı elə bilir ki, bu başqa dillərə İngiliscədən keçib, halbuki əlaqəsi yoxdur. Bu book sözü Türkçənin bitiyidir, az da bir deməkdir. Və Rus məktəblərində, indi bilmirəm Rusiyada o məktəblərdə alfavit olaraq keçirlər, yoxsa azbuka olaraq, ondan xəbərim yoxdur. Amma bizim dövrümüzdə, Sovet dövründə, hətta bizim kəndimizdə Rus uşaqları ya kitapların üstünde ya azbuk olurdu ya da buk var. Ve bütün bunların tamamı gelir Türkçe'ye dayanır. Söylemek istediklerim bu kadar. Allah'a ısmarladık.